Hər vaxtınız xeyir əziz şagirdlər və abituriyentlər. Hər birinizi xoş gördük. Bu gün sizlərlə bir yerdə Fizika 2025 tim test toplusunda çevrə üzrə bərabər sürətli hərəkət dərsinin qarşılı ötürmə, mərkəzindən keçən ox ətrafında fırlanan diskin hərəkətinə aid olan sualların izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə onu qeyd edim ki, oktyabr qruplarımıza qeydiyyat davam edir. Əgər ki, bu qruplar haqqında məlumat əldə etmək istəyirsinizsə, ekranda göstərilən səhifəyə yaza bilərsiniz, ətraflı məlumat əldə edə bilərsiniz. Həmçinin kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Gəlin başlayaq sualların izahına. Birinci sualda şərtdə deyilir ki, şəkildə O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin bucaq sürətləri arasında hansı münasibət doğrudur? Dərs izahında da qeyd etmişdik ki, gördüyünüz bu şəkil mərkəzindən keçən ox ətrafında fırlanan diskə uyğundur. Belə olan halda biz periodun, zamanın, tezliyin, həmçinin dövrlərin sayının və bucaq sürətinin sabit olduğunu qeyd etmişdik. İndi bizdən bucaq sürətini, yəni omeqanı müqayisə etməyimizi istəyir. Gördüyünüz kimi omega sabitdir. Deməli onda avtomatik 1, 2 və 3 nöqtələrinin bucaq sürətləri bir-birinə bərabər olacaq. Omega 1 bərabərdir omega 2-yə, o da bərabərdir omega 3. D bəndi doğrudur. İkinci sualda isə yenə eyni şəkil verilib. Bizdən periodları müqayisə etməyimizi istəyir. Qeyd etdiyim kimi burada da period sabitdir deyə artıq periodlar da bir-birinə bərabər olacaq. D bəndi. Üçüncü sualda da yenə periodları müqayisə etməyimizi istəyir. Burada da artıq yenə periodlarımız bir-birinə bərabər olacaq. Dördüncü sualda artıq mərkəzə qaçma təcilini müqayisə etməyimizi istəyir. Mərkəzə qaçma təcili artıq burada sabit deyil. Biz burada mərkəzə qaçma təcilini müqayisə etmək istəyiriksə, radiusları müqayisə etməliyik. Baxın, fikir versəz 2 və 3 nöqtələr eyni çevrə üzərindədir. Bu zaman əlbəttə ki, onların hər birinin radiusu bir-birinə bərabər olacaq. Yazacağıq ki, R2 bərabərdir R3-ə. Bir nöqtəsinin radiusu isə fikir versəz, gördüyünüz kimi onların radiusundan kiçikdir. Onda R2 bərabərdir R3-ə, o da böyükdür R1-dən yaza bilərik. İndi mən hansı düsturu əsasən A-nın R-dən müqayisəsini arasındakı asılılığı verəcəm. Əlbəttə ki, bax bu gördüyünüz bu kəmiyyətlər var ki, sabit olan kəmiyyətlərdən birinin olduğu düsturu verməliyəm. Tövsiyə edirəm ki, omega ilə olan düsturu verin. Sizin üçün daha yaxşı olar. Omega ilə olan düsturu verək. A bərabərdir omega kvadratı R. Digər düsturlardan da versəz, yəni böyük T ilə kiçik N ilə olan düstur da versəz, hər birində görəcəksiniz ki, eyni ilə buradakı kimi, bax A R ilə gördüyünüz kimi düz aslıdır. Hər birində A R ilə düz aslı olacaq. Düz aslı olduğundan elə bax bu gördüyünüz R2 bərabər R3 böyükdür R1 təcillə də aiddir. Yəni A2 bərabərdir A3, o da böyükdür A1 olacaq. Baxaq. 2 və 3 bir-birinə bərabərdir. Ən kiçiyimiz A1-dir. Baxın, B bəndində verilib. 5-ci sualda deyir ki, O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Yenə bu nöqtələrin mərkəzə qaçma təcillərinin modullar arasındakı münasibəti soruşur. Fikir versəz, artıq 1 və 2 nöqtəsi eyni çevrə üzərindədir. Deməli, onların radiusları bərabərdir. R1 bərabər R2-yə. Amma 3 nöqtəsinin radiusu, fikir versəz, R1-in radiusundan daha böyükdür. Deməli, onda R3 hər birindən böyük oldu. Eyni ilə təcil də burada radiusla düz asılı qeyd etdik. Onda A1 bərabərdir A2. Kiçikdir bunlar A3-dən. Baxaq, D bəndi doğru cavabdır. 6-cı sualda disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. OA bölək OB bərabər 2-dir. Baxın, fikir versəz, OA-mız elə A nöqtəsinin çevrənin mərkəzindən olan radiusudur. Eyni ilə OB-mizdə B nöqtəsinin çevrənin mərkəzindən olan radiusudur. Onda elə OA bölək OB RA bölək RB-dir. RA bölək RB-miz 2-dir. Məndən VA bölək VB-ni soruşur. Baxın, B nöqtəsindən bir çevrə keçirsək, bayaqki şəklin eynisidir. Yəni, mərkəzindən keçən ox ətrafında fırlanan diskdir. Belə olan halda qeyd etdik ki, omega ilə olan düsturu versəz daha yaxşıdır. V-nin omega ilə olan düsturu V bərabərdir. Omega vuraq R-dir. Omega sabitdirsə V R-lə düz asıdır. Onda elə VA bölək VB bərabər olur RA bölək RB-yə. RA bölək RB-mizdə şərtdə qeyd edilib 2-dir. Deməli, onda VA bölək VB-miz də 2-yə bərabərdir. A bəndi doğru cavabdır. 7-ci sualda da mərkəzə qaçma təcillərinin artıq nisbətini istəyir. Yenə OA bölək OB-ni 2 verib. Yazarıq ki, RA bölək RB bərabər 2-yə.
A-nın omega ilə olan düsturunu verəcəm. A bərabərdir omega kvadratı r. Omega sabitdirsə A r-lə düz asıdır. Onda yazacağıq ki, AA bölək AB bərabərdir RA bölək RB-yə. RA bölək RB-miz də 2-dir. Onda deməli AA bölək AB-də bərabər olur 2-yə. C bəndi doğru cavabdır. 8-ci sualda disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. Yenə OA bölək OB bərabər 2 verilib. Amma fikir versəz artıq burada T-lərin nisbətini istəyir. Mən də qeyd etdim axı. Mərkəzindən keçən ox ətrafında fırlanan diskdə period sabitdir. Period sabitdirsə onda elə TA TB-yə bərabərdir. İndi bərabəri bərabərə böləndə əlbəttə ki 1 alırıq. TA böl TB bərabər 1. Tutaq ki, indi TA-n da 5-dir, TB-n də 5-dir. 5-i 5-ə böl 1 alacaqsan da avtomatik. Deməli cavabımız oldu Y bəndə. 9-da da eyni ilə baxın OA bölək OB-ni verib tezliklərin nisbətini istəyir. Qeyd etdiyim kimi burada tezlik də sabitdir. N bərabərdir konstantdır. Onda NA bərabər olur NB-yə. Buradan NA-nı NB-yə böləndə, yəni bərabəri bərabərə böləndə 1 alacağıq. Baxın, A bəndi doğru cavabdır. 10-cu sualda A nöqtəsinin fırlanma tezliyi 4 saniyə üzəri -1-dir. Yəni kiçik n verilib. Onda NA bərabər 4 yazarıq. Həmçinin A nöqtəsinin fikir versəz radiusu da verilib. R-ə bərabərdir. Onda yazacağım ki, RA bərabərdir böyük R. İndi məndən B nöqtəsinin fırlanma tezliyini soruşur. NB bərabər suala. Fikir versəz B nöqtəsinin radiusu isə 2R-ə bərabərdir. Onda RB bərabərdir yazarıq 2R. İndi baxın, bu bayaqki hal deyil, yəni mərkəzindən keçən ox ətrafında fırlanan disk deyil. Bu artıq qayışlı ötürmədir. Baxın, A və B nöqtələri gördüyünüz kimi bir-birlə qayışla əlaqələndirilib. Qayışlı ötürmədə mən dərs izahında qeyd etmişdim ki, xətti sürət sabitdir. Yəni V bərabərdir konstantdır. B olan halda indi V-nin kiçik n olan düsturunu veririk. Nəyə görə kiçik n olan düsturunu verdim? Çünki tezliyi tapmağımı istəyir. Aha, V bərabərdir 2πrn. İndi burada V sabitdirsə də gördüyümüz kimi tezlik radiusla tərs asıdır. Biz qeyd etmişdik ki, yan-yana olan hərflər bir-birindən tərs asıdır. Deməli, onda NA böl NB-miz bərabərdir RB bölək RA-ya. NA var 4-dür. Yerinə yazıram. 4 bölək. NB-miz yoxdur. RB-miz baxın 2-yerdir. RA-mızsa R-dir. R-lər ixtisar getdi, qaldı 2. Buradan NB-ni tapanda 4-ü böləcəm 2-yə. O da olacaq 2. A bəndi doğru cavabdır. 11-ci suala keçək indi. B nöqtəsinin fırlanma tezliyi 4 saniyə üzəri -1-dir. İndi artıq NB verilib. 4-ə bərabərdir. A nöqtəsinin fırlanma tezliyi NA-nı soruşur. Radiuslar yenə RA-mız bərabərdir R-dir. RB-miz isə bərabərdir 2R-dir. Buradan tezliyi müqayisə etməyim üçün yenə V-nin kiçik n ilə olan düsturunu verəcəm. V bərabərdir 2πrn. Xətti sürət sabitdir qeyd etdik. Tezlik radiusla tərs asıdır. Onda yazacağım ki, NA bölək NB bərabərdir RB bölək RA-ya. NA-mız var. Deməli, yoxdur, üzr istəyirəm. NA olduğu kimi saxlayıram. NB-miz 4-dür. RB-miz 2R-dir. RA-mızsa R-dir. R-lər ixtisar getdi, qaldı 2. Buradan NA-nı tapmaq üçün 4-ü vuracam 2-yə. O da olacaq 8. Cavab B bəndidir. 12-ci sualda bir şəkil verilib. Baxın, fikir versəz bu şəkildən yenə A nöqtəsindən çevrə keçirdim. B nöqtəsindən də eyni ilə çevrə keçirdim. Gördüyünüz kimi mərkəzindən keçən ox ətrafında fırlanan diskdir. Mərkəzindən keçən ox ətrafında fırlanan diskdə tezliklər sabitdir. Baxın, 2-də doğru cavab verilir. Amma xətti sürət sabit deyil. Çünki dedik ki, xətti sürət qayışlı ötürmədə sabitdir. Burada artıq radiuslarım fərqlidir deyə mənim xətti sürətim də fərqlidir. Aha, baxın, AA bölək AA və AB-ni soruşur. Bunun üçün də radiuslara fikir verəcəm. Baxın, B nöqtəsinin radiusu bu kiçik olan hissədir. Amma A nöqtəsinin radiusuna baxın, bu böyük olan hissədir. Deməli, A nöqtəsinin radiusu daha çoxdur. Yazaram onda RA böyükdür RB. Və burada mən dedim ki, omega ilə olan düsturu versəz daha yaxşı olar. Çünki burada omegamız sabitdir. A bərabərdir omega kvadratı R. Omega sabitdirsə A R-lə düz asıdır. Onda ilə A nöqtəsinin təcili də B nöqtəsinin təcilindən böyük olacaq. Baxın, 1 də doğrudur. 1 və 2 B bəndi olacaq cavabımız. 13-cü sualda 1, 2 və 3 nöqtələrinin eyni zaman müddətindəki dövrlərinin sayı arasında hansı münasibət doğrudur? Fikir versəz 1 və 2 nöqtələrin olduğu çevrələr mərkəzindən keçən ox ətrafında fırlanan diskdir. Qeyd etdik ki, belə olan halda dövrlərin sayı da sabitdir. Yəni M1 onda bərabər olur N2-yə. 2 və 3 isə baxın, gördüyünüz kimi 2 və 3 nöqtələrin aid olduğu çevrələr qayışla əlaqələndirilib. Qayışlı ötürmədə V sabitdir deyə artıq V-nin
böyük n ilə olan düsturunu verməliyəm ki, kiçik böyük n-i müqayisə edə bilim. V bərabərdir 2 pi r n bölək t-dir. İndi bax, burada V sabitdir, həmçində eyni zaman müddətində T də sabitdir. Deməli, avtomatik dövrlərin sayı periodla tərs asılı olur. Hansının radiusu daha böyüksə, onun dövrünün sayı daha kiçik olacaq. Baxın, 2-nin radiusunu şəkildə göstərdim, 3-ün radiusunu da göstərdik. Gördüyünüz kimi, 2-nin radiusu daha çoxdur, deməli, onun tezliyi daha kiçikdir. Onda N3 hamısından böyük olur dövrlərinin sayı. N3 böyükdür, N1 də N2-yə bərabərdir. Baxın, B bəndində doğru cavab verilib. 14-də baxaq. 2 disk qayışlı ötürmə vasitəsilə fırladılır. Bir nöqtəsinin tezliyi n olarsa, deməli n1-in verildi. N-dir. 3 nöqtəsinin dövr etmə tezliyini istəyir. N3 bərabər suala. Baxın, 1 və 2 gördüyünüz kimi mərkəzindən keçən ox ətrafında fırlanan disklər üzərindədir. Onların deməli tezlikləri avtomatik bərabərdir. N1 onda N2-yə bərabərdir. Yazarıq ki, N2 bərabər N1, o da bərabərdir. Bax, N. Şərtdə verilmiş də bu. N3 istəyirsə, baxın, 2 və 3 nöqtəsini gördüyünüz kimi qayışla əlaqələndirilib bu çevrələr. Qayışlı ötürmədə V sabit daxil dedik. Onda sən V-nin kiçik n olan düsturunu verməlisən ki, 3 nöqtəsinin kiçik n-ni, yəni tezliyini tapa biləsən. V bərabərdir 2 pi r n-dir. Buradan V sabitsə, tezlik radiusla necə asılıdır? Tərs asılıdır. Onda yazacağıq ki, n3 bölək n2 bərabərdir r2 bölək r3. Tərs asılı olduğundan. Aha, r2-miz baxın şərtdə verilib 2-dir. R3-ümüz də şərtdə verilib R-dir. Yerinə yazaq indi burada. R-lər ixtisar getdi, qaldı 2. N3-ümüz yoxdur, N2-miz də N-dir. Bax, N3 bölək N2-nin əvəzinə N yazdıq. Aha, və 2-ni də yazırıq bərabər 2-yə. N3-ü tapanda buradan olacaq 2 vuraq N, 2N. Baxaq, cavabımız A bəndi. 15-ci sualda artıq bir nöqtəsinin periodu verilir. Yəni, T1 bərabər T-dir. 3 nöqtəsinin dövr etmə periodu nəyə bərabərdir? Yəni, T3-ü soruşur artıq. Bir nöqtəsinin dövr etmə periodu ilə 2 nöqtəsinin dövr etmə periodu bir-birinə bərabərdir. Yəni, T1 bərabərdir T2-dir. Çünki mərkəzindən keçən ox ətrafında fırlanan diskdir. Bunu da şərtdə verilib, elə böyük T-dir. Aha, indi 3 nöqtəsi ilə 2-nin gəl periodlarını müqayisə eləyək. Necə? Və bilirəm ki, burada sabitdir. Qayışlı ötürmədə. Onda V-nin böyük T ilə olan düsturunu verirsən. V bərabərdir 2 pi r bölək T. Bu zaman burada V sabitdirsə, period artıq radiusla düz asılıdır. Aha, yəni kəsin sürət və məxrəci bir-birindən düz asılıdır. Aha, onda yazacağım ki, T2 bölək T3 bərabərdir. Düz asılıq olduğundan R2 bölək R3-ə. T2-miz T-dir, T3-ümüz yoxdur. R2-miz, baxaq, şərtdə verilib 2-dir. R3-ümüz də şərtdə verilib R-dir. R-lər ixtisar getdi, qaldı 2. Buradan T3-ü tapanda olacaq T bölək 2. Baxın, Y bəndi. 16-da. Bizdən artıq 1, 2 və 3 nöqtələrinin xətti sürətləri arasındakı münasibəti soruşur. Fikir versəz, gəlin 1-dən 2-yə baxaq. 1 və 2 gördüyünüz kimi mərkəzindən keçən ox ətrafında fırlanan disklərdir. Bu zaman qeyd etdik ki, V-nin omega ilə olan düsturunu verin. V bərabərdir omega r. V r ilə düz asılıdır. Fikir versəz, 3-ün radiusu, çevrənin mərkəzində olan radiusu bu hissədir. Amma 1-in radiusu bax bu balaca hissədir. 2-nin radiusu daha çoxdur 1-in radiusundan. R2 böyükdürsə R1-dən, düz asılıq olduğundan onda V2 də böyük olacaq V1-dən. Amma fikir versəz, 2-nin aid olduğu çevrə ilə 3-ün aid olduğu çevrə bir-birlə qayışla əlaqələndirilib. Qayışlı ötürmədə artıq sürətlər bərabərdirsə, deməli onda 2 və 3 bir-birinə bərabər olacaq. Burada yaza bilərik, onda V3 də bərabərdir V2-yə. Baxaq, V3 bərabərdir V2, onlar da böyükdür V1-dən. C bəndi doğru cavabdır. 17-ci sualda sürüşmədən diyirlənən diskin mərkəzinin o yerə nəzələn sürəti V-yə bərabərdir. Deməli, bizim VO-muz verildi, V-dir. Və A və B nöqtələrinin yer nəzələn sürətləri nəyə bərabərdir? Dərs izahında da qeyd etdim ki, mən burada V bərabərdir omega r düsturundan istifadə edəcəyik. Sürüşmədən diyirlənən disk məsələlərində. Aha. Baxmalıyıq radiusa. Yəni, bizim nöqtəmizin yerdən olan məsafəsinə. Fikir versəz, A nöqtəsi ilə yerin üzərindədir. Deməli, onun yerdən olan məsafəsi 0-dır. Onda avtomatik deməli, A nöqtəsinin yerə nəzələn sürəti də 0-dır. Gəlin, indi B nöqtəsi ilə O nöqtəsini müqayisə edək. Bunun üçün radiusları bilməliyəm. Baxın, B nöqtəsinin yerdən olan məsafəsi gördüyünüz kimi 2 dənə radiusdur. R, R, 2R. Onda yazaram, RB bərabərdir 2R. Amma O nöqtəsinin radiusu isə, baxın, yerdən olan məsafəsi sadəcə bir dənə radiusa bərabərdir. RO da bərabərdir R yazdıq. Həmçinin VO'muz da verilib V'dir. İndi VO ilə VB'nin arasındakı asılığı verəcəm. VO bölək VB bərabərdir.
Radiusdan burada fikir versəz, düz asıdır. Yazacağım onda RO bölək RB-yə bərabər. Gəlin onda burada yerinə qoysaq, bu hissəni silək. Hələlik. Aha. Baxın. Gördüyümüz kimi VO-muz V-dir. VB-miz yoxdur. RO-muz R-dir. RB-miz isə 2R. R-lər ixtisar getdi, qaldı 2-də 1. Buradan VB-ni tapanda olacaq. Çarpaz vururam. 2V. Deməli, VB-miz oldu 2V. VA-mız da oldu 0. Baxın, C bəndi doğru cavabdır. 18-də artıq B nöqtəsinin yerə nəzərən sürəti verilib. VB-miz bərabərdir V-dir. A nöqtəsi yerin üzərində olduğundan artıq VA 0-dır. Bu öz yerində. O nöqtəsinin yerə nəzərən sürətini tapmağımı istəyir. B olan halda yenə asılıq verəcəm. VO bölək VB bərabərdir RO bölək RB-yə. VO-m yoxdur. Olduğu kimi saxlayacağım. VB-m verilib V-dir. RO-muz yenə R-ə bərabərdir. Baxın. Gördüyünüz kimi R-dir bura. Aha. Amma RB-m isə 2R-dir. Dedik, diametrə bərabərdir. İxtisarım gedir R-lərim. 2-də 1 qaldı. Buradan V10 tapanda V bölək 2 olacaq. VO-muz oldu V bölək 2. VA-mız oldu 0. Baxın, Y bəndində doğru cavab verilib. 19-cu sualda qayışla əlaqələndirilmiş disklər üzərindəki 1, 2 və 3 nöqtələrinin dövretmə tezlikləri arasında hansı münasibət doğrudur? 1 və 2 nöqtələrin aid olduğu çevrələr mərkəzindən keçən ox ətrafında fırlanan disklərdir. Qeyd etdik ki, onların tezlikləri bir-birinə bərabərdir. N1 bərabərdir N2-dir. Amma 2 və 3 nöqtələri gördüyümüz kimi qayışla əlaqələndirib. Qayışlı ötürmədə V sabitdirsə də, kiçik N-i müqayisə etmək istəyirəmsə, onda V-nin kiçik N olan düsturunu verəcəm. V bərabərdir 2 pi r N. Buradan gördüyümüz kimi tezlik radiusla tərs asıdır. Hansının radiusu daha çoxdursa, onun tezliyi daha kiçik olacaq. Fikir versəz, 2-nin radiusu buradır, 3-ün radiusu isə bu hissədir. Deməli, 3-ün radiusu daha kiçikdirsə, onda onun tezliyi daha böyük olacaq, tərs asılı olduğundan. N3 hamısından böyük oldu. N1 bərabərdir N2-yə, N3 hamısından böyükdür. Baxın, C bəndində doğru cavab verilib. 20-də yenə qayışla əlaqələndirilmiş var. Həmçinin mərkəzindən keçən ox ətrafında fırlanan disk var. Baxın, 1 və 2 T-ləri bərabərdir. T1 bərabər T2-dir. 2 və 3 isə qayışla əlaqələndirilib. Bu zaman V-nin böyük T ilə olan düsturunu verirsiniz. V bərabərdir 2 pi r bölək T. Buradan period radiusla düz asıdır. Gördüyünüz kimi 2-nin radiusu 3-ün radiusundan daha çox olduğundan, deməli 2-nin periodu da daha çoxdur. Onda yazacağım T1 bərabər T2-yə. O da böyükdür T3-dən. Baxın, B bəndi doğru cavabdır. 21-də omega ilə olan istəyir indi. Yenə omegalar 1 və 2-də bərabərdir. Omega 1 bərabərdir. Omega 2 yazacağıq. Aha. 3 və 2-nin omegalarını müqayisə etmək istəyirəmsə, V-nin omega ilə olan düsturunu verəcəm. Çünki qarşıda ötürmədə V sabitdir. V bərabərdir omega r-dən. Buradan görürəm ki, V sabitdirsə də omega radiusla tərs asıdır. Yan-yana olan hərflər bir-birindən tərs asıdır. Aha, radiusumuz 2-də daha çoxdur. Yəni R2 böyükdür R3-dən. Tərs asılı olduğundan artıq omega 3 böyük olur omega 2-dən. Baxaq, omega 1 bərabərdir omega 2-yə. Omega 3 də ən böyükdür. Baxın, bu cavab görək harda var. Omega 3 ən böyük olan. Baxın, C bəndində doğru cavab verilib. 22-də sürüşmədən diyirlənən R radiuslu diskin O mərkəzinin yer nəzərən sürəti V-dir. Yenə baxın, VO verilib V-dir. A nöqtəsinin yer nəzərən sürətini istəyir. Baxın, A nöqtəsinin VA-nın yerə nəzərən olan sürətini soruşur. Fikir versəz, A nöqtəsinin yerdən olan məsafəsi yenə diametrə bərabərdir. RA bərabərdir 2R-dir. O nöqtəsinin yerdən olan məsafəsi sadəcə radiusa bərabərdir. RO bərabərdir R-dir. Gəlin asıllıq verək. VA bölək VO bərabərdir RA bölək RO-ya. V bərabərdir omega R düsturuna əsasən düz asıllıq verirəm. VA-m yoxdur, olduğu kimi saxlayıram. VO-m V-dir. RA-m 2R-dir. RO-m isə R-dir. R-lər ixtisar getdi, qaldı 2. Buradan VA-nı tapanda olacaq 2 vuraq V 2V. Baxaq, B bəndində doğru cavab verilmişdir. 23-cü suala baxırıq indi. Qayışlı ötürmə ilə fırladılan disklər üzərindəki 1, 2 və 3 nöqtələrin mərkəzə qaçma tərcihləri arasındakı münasibəti soruşur. Gəlin bu hissəni silək. Aha. Deməli, baxıram. Fikir versəz, 1 və 2 nöqtələri mərkəzindən keçən ox ətrafında fırlanan disklərdir. Belə olan halda mən qeyd etdim ki, A-nın omega ilə olan düsturunu verin. A bərabərdir omega kvadratı R. Omega sabitdirsə A R ilə düz asıdır. 2-nin radiusu 1-in radiusundan daha böyük olduğundan, deməli 2-nin də radius təcili 1-in təcilindən daha böyük olacaq. Bu 2 ilə 1-i müqayisə etdik. İndi gəlin 2 və 3-ü müqayisə edək. Gördüyümüz kimi qayışlı ötürmədir. Qayışlı ötürmədə artıq burada sürətim sabitdir. Onda A-nın V ilə olan düsturunu ver. A bərabərdir V kvadrat bölü R.
İndi gördüyümüz kimi əgər burada V sabitdirsə A R-lə tərs asıdır. Hansının radisi daha çoxdur? 2-nin yoxsa 3-ün? Fikir versəz 2-nin radisi daha çoxdur. Yəni R2 böyükdür R3-dən. A R-lə tərs asılı olduğundan artıq A3 böyük olur A2-dən. Onda bax bu 2 dənə bərabərsizliyi, bax gördüyünüz bu bir bərabərsizlik, bu da ikinci bərabərsizlik. Ümumiləşdirirəm. Hamısından böyük A3-dür fikir versəz. Sonra ortada A2-ni qeyd edirik və ən kiçik də A1-dir. Baxın, A3-ün ən böyük olan sadəcə burada bərabərsizlik kiçik ilə verilib. Aha, deməli A1 kiçikdir A2-dən, ən böyük də A3-dür. Y bəndində doğru cavab verilmişdir. 24-ə baxırıq. Şərtdə deyilir ki, radiusları R1 bərabərdir 2 metr, R2 bərabər 4 metr olan disklər qayışlı ötürməklə birləşdirərək fırladılır. Birinci diskin üzərindəki A nöqtəsinin müəyyən müddətdə yerdəyişməsinin modulu SA 4-dür. Həmin müddətdə ikinci disk üzərindəki B nöqtəsinin yerdəyişməsinin modulunu hesablayın. Fikir versiniz R1-im 2 verilib. Baxın, elə R1-im A-nın diskin mərkəzinə olan məsafəsidir, yəni radiusudur. RA bərabər onda yazacağım 2-yə. R2 isə, baxın, B nöqtəsinin ilə radiusudur. Onda RB də bərabər yazaram 4-ə. SA-m verildi 4-dür. SB-ni məndən soruşur. Mən qeyd etmişdim ki, çevrə üzrə bərabər sürətli hərəkətdə əgər yer dəyişmənin yolu, sürət dəyişməsini tapmaq istəyirəmsə, bilməliyəm ki, mənim cismim çevrənin neçə hissəsini gedib. Yəni zamanın, periodun neçə hissəsidir. Baxın, fikir versəz burada A nöqtəsinə baxanda görürəm ki, SA bərabərdir 2R-dir. Necə bildim? Çünki radiusun 2 qat misli yerdəşməm 4, 2-nin 2 qat misli də 2-ni 2-yə vuranda 4 alırıq. B olan halda zaman, hansı ki periodun 2də 1 hissəsidir. Bu zaman əlbəttə ki, burada dövrünün sayı olur onda 2də 1. Bax, bu T-nin qarşısındakına. Aha, indi bu A nöqtəsinin oldu da dövrlərinin sayı. B nöqtəsində dövrlərinin sayını bilməliyəm. Bu zaman asıllıq verəcəm, radiusdan asıllıq verəcəm. Burada da A və B nöqtələri gördüyümüz kimi qayışla əlaqələndirilib. B olan halda V dedik ki, sabitdir. V sabitdirsə, onda V-nin böyük N ilə olan düsturu V bərabərdir 2πrn bölək T-ni yazıram. Buradan V sabitdir. Həmçinin fikir versəz deyir, həmin müddətdə, yəni zaman da sabitdir. Deməli, bizim dövrlərimizin sayı radiusla tərs asılı olur. Onda yazacağım ki, NA bölək NB bərabərdir RB bölək RA-ya. NA-m 2də 1-dir. NB-m yoxdur. RB-miz, baxın, 4-dür. RA-mız da 2-dir. 4 bölək 2 mənə verir 2. Buradan NB-ni tapanda 2də 1-i böləcəm 2-yə. O da eləyəcək 4də 1. Deməli, artıq sənin burada B nöqtəsində zamanın, periodun 4də 1 hissəsidir. Gəlin yazaq indi. Buranı silirəm. Artıq B nöqtəsində bizim zamanımız periodun 4də 1 hissəsidir. Və dərs izahında da mən qeyd etmişdim ki, B olan halda yer dəyişməmiz radiusun vururam kökdəkiyə yer dəyişməni tapanda. Aha, radiusun, baxın, B nöqtəsinin radiusu 4-dürsə də 4 kökdəki olacaq bizim yer dəyişməmiz. Aha, baxaq, cavabımız oldu D bəndi. 25-ci suala keçək indi. 25-ci sualda yenə bir cins disk sürüşmədən üfüqi səthdə diyirlənir deyir. A, O və B nöqtələrinin yeri nəzər ani sürətlər üçün hansı ifadələr doğrudur? A nöqtəsi tam yerin üzərində olduğundan, deməli, onda onun yerdə olan məsafəsi də 0-dır. Bu zaman VA da bərabər olacaq 0-a. Amma baxın, B nöqtəsinin yerdən olan məsafəsi biz qeyd etdik ki, 2R-dir. Amma O nöqtəsinin yerdən olan məsafəsi isə sadəcə radiusa bərabərdir. Aha, B olan halda V bərabərdir. Omega R düsturundan asıllığımı verəcəm. VO bölək VB bərabərdir. RO bölək RB-yə. Fikir versəz, VR ilə burada düz asıdır. Aha, indi yazacağım onda VO bölək VB bərabərdir. RO-mun əvəzinə R, RB-min əvəzinə 2R yazıram. R-lər ixtisar getdi, qaldı 2də 1. Çarpaz vuranda onda olur VB bərabərdir 2VO. Deməli, VB bərabərdir 2VO, həmçində VA da bərabərdir 0 aldıq. Baxın, cavab D bəndində doğru göstərilmişdir. 26-cı suala baxaq. Bu hissəni silirəm. Aha. Deyir, tərpənməz O1, O2 ox ətrafında fırlanan kürə üzərindəki nöqtələrdən hansının xətti sürəti ən böyükdür? Fikir versəz, O1, O2, bax bu diametrdə. Onda belə olan halda mən qeyd etmişdim ki, buradakı məsafəmiz, yəni radiusumuz, gördüyümüz O1, O2 oxuna qədər olan məsafəni götürürəm. Bax, bu mənim R2 radiusumdur, yəni 2 nöqtəsinin radiusu. Bu isə R1-imdir. 3 nöqtəsinin radiusu bu hissə olacaq R3. 4 nöqtəsinin radiusu bax bu hissə olacaq R4. 5 nöqtəsinin radiusu isə bax bu hissə olacaq. Bu da olacaq R5.
İndi xətti sürət ən böyükdür deyir. V bərabərdir omega r düsturundan istifadə edəcəm. Niyə omega r düsturundan istifadə etdim? Mən qeyd etdim ki, bax belə olan halda da, yəni diametr ətrafında fırlanan külə görəndə də eyni ilə mərkəzindən keçən ox ətrafında fırlanan diskdə sabit olan kəmiyyətlər burada da sabitdir. Yəni TT, N-in omega burada da sabitdir. Mən demişdim ki, əgər V-ni, A-nı müqayisə etmək istəyirsinizsə də sabit olan kəmiyyətlərdən biri olan düsturu verməlisiniz. Omega ilə olan düsturu verməyiniz daha yaxşı olar. İndi burada omega sabitsə də VR ilə düz asıdır. Hansının radiusu daha böyükdürsə, deməli onun xətti sürət də daha böyükdür. Fikir versəz 3 nöqtəsinin radiusu hər birindən daha böyükdür. Deməli ən böyük də 3-ə uyğundur. Baxın, burada olacaq cavabımız A bəndi. Keçək indi digər sualımıza. 27-də qarşılı ötürmə ilə fırladılan iki disk üzərindəki 1, 2 və 3 nöqtələrinin xətti sürət və bucaq sürətləri arasında hansı münasibət doğrudur? Baxın, bir nöqtəsinin aid olduğu çevrə ilə 2 nöqtəsinin aid olduğu çevrə qayış ilə əlaqələndirilib. Deməli, avtomatik onların xətti sürətləri bir-birinə bərabərdir. V1 bərabərdir V2 yazırıq. 2 və 3 nöqtələr isə mərkəzindən keçən ox ətrafında fırlanan disklərdir. Bu zaman qeyd etdik ki, omega ilə olan düsturu versəz daha yaxşı olar. V bərabərdir omega r-dir. Omegalar burada sabitdirsə, V r ilə düz asıdır. Hansının radiusu daha çoxdursa, onun deməli V-si də daha böyük olacaq. Baxın, bu 2-nin radiusudur, çevrənin mərkəzində olan hissə. Mavi ilə göstərdiyimiz hissə isə, baxın bura, 3-ün radiusudur. Qırmızı ilə olan hissə gördüyünüz kimi daha çoxdur. Yəni R2 böyükdür R3-dən. Onda belə olan halda VR ilə düz asılı olduğundan yazacağım V2 də böyükdür V3-dən. Baxaq, V1 bərabərdir V2, ən böyük də gördüyümüz kimi oldu. Elə V2-nin özü, V3 ən kiçikdir. Aha. Baxın, bu olan cavabı tapmalıyıq. V1 bərabərdir V2. Ən kiçik də V3. 1 doğru oldu. İndi omegalarda müqayisə etməyimi istəyir. Qeyd etdiyim kimi 2 və 3 çevrələrin mərkəzindən keçən ox ətrafında fırlanan disklər olduğu üçün deməli onların omegalar bir-birinə bərabərdir. Yazacağım onda omega 2 bərabərdir omega 3-ə. Amma 1 və 2 qayış ilə əlaqələndirilib. Bu zaman mən onların V ilə olan düsturunu verməliyəm. V bərabərdir omega r-dən. Buradan omeganı tapanda gördüyünüz kimi V belə r olur. V hansı ki sabitdirsə, omega artıq burada radiusla tərs asıdır. Hansının radiusu daha çoxdur? Buna baxmalıyıq. Gəlin bu hissəni silirəm. Fikir verdiyiniz kimi bu 2-nin radiusudur. Baxın, 1-ə də baxın, 1-in də radiusu bu hissədir. Bura R1-dir, bura isə R2-dir. Hansının radiusu daha çoxdur? 2-nin radiusu daha çoxdur. Yəni R2 böyükdür R1-dən. Tərs asılı olduğundan artıq omega 1 böyük olacaq omega 2-dən. Gəlin indi bu ikisini belə deyək də eyni bərabərsizlik kimi yazaq, birləşdirək. Bu zaman olacaq deməli omega 1 hamısından böyük və omega 2 də bərabərdir omega 3-ə. Baxaq, 4 doğrudur. 1, 4 burada bizim doğru cavabımızdır. 28-ə baxırıq indi. O bir ox ətrafında fırlanan kürədə A və B nöqtələrinə uyğun olan hansı fiziki kəmiyyətlərin qiymətləri eynidir? Burada qeyd etdik ki, mərkəzindən keçən ox ətrafında fırlanan diskdə hansı kəmiyyətlər sabitdirsə, burada da sabit olacaq. Yəni qiymətləri eyni olacaq. Tezliyin, periodun, bucaq sürətinin qiymətləri eynidir. İndi 29-da deyək, qiymətləri müxtəlifdir. Qiymətləri müxtəlif olan xətti sürətimiz və təcrimizdir. Dövlətmə tezliyimiz, dövlətmə periodumuz, bucaq sürətimiz eynidir. 30-cu sualda göstərilən disklər O1 və O2 mərkəzlərindən keçən oxlar ətrafında fırlanır. 1, 2 və 3 nöqtələrinin xətti sürətləri və fırlama periodları arasındakı münasibət hansı doğrudur deyir. Baxın, 2 nöqtəsinin və 3 nöqtəsinin aid olduğu çevrələr mərkəzindən keçən ox ətrafında fırlanan disklərdir. Onların periodları avtomatik bir-birinə bərabərdir. T2 bərabər T3 yazdıq. Amma 3 nöqtəsinin aid olduğu çevrə ilə 1 nöqtəsinin aid olduğu çevrə qayış ilə əlaqələndirilmişdir. Deməli, orada artıq V sabitdir. V-nin artıq böyük T ilə olan düsturunu verməlisiniz. V bərabərdir 2 pi r bölək T-dir. Gördüyümüz kimi period artıq radiusla düz asıdır. Aha, period radiusu düz asılıdırsa, baxaq görək hansının radiusu daha çoxdur. 1-in mi yoxsa 3-ün mü? 1-in radiusu gördüyünüz kimi r verilib. 3-ün radiusu isə baxın bu hissədir. 3r-dir. Aha, 3r-dir. Bir də r-dir. Hansı daha çoxdur? 3r daha çoxdur. Deməli, 3-ün radiusu daha böyükdür. R3 böyükdür R1-dən. Period da radiusa düz asılı olduğundan onda T3 də böyük olur T1-dən. İndi gəlin, bax bunları T3 böyük T1, bir də T2 bərabər T3 birləşdirək. Onda olacaq T3 böyükdür T1. Həmçində T2-ni də bərabər yazmağı unutmayaq. T2 bərabər T3-ə böyükdür T1-dən. Aha, baxın, 2-də doğru cavab verilmişdir. İndi V-ləri istəyir müqayisə etməyimi. Gəlin bu hissəni silək. Aha, V-lər üçün birinci gəlin qarşı ötürməyə baxaq.
Qayışlı ötürmədə 3 nöqtəsinin aid olduğu çevrə ilə 1 nöqtəsinin aid olduğu çevrə qayışla əlaqələndirildiyindən, deməli onların V-ləri bərabərdir. Yəni V1 bərabərdir V3-ə. İndi 2 və 3 nöqtəsinə baxanda gördüyüm kimi burada artıq omega ilə olan düsturu verməliyəm. V bərabərdir omega R. V burada R ilə necə asıdır? Düz asıdır. Omega sabitdir. Aha, indi hansı radius daha çoxdur? Gördüyüm kimi 3R 2R'dən daha çoxdur. Deməli onda 3-ün sürəti də elə 2-nin sürətindən daha böyük olacaq. V1 bərabərdir V2, o da böyükdür V2-dən. 5 doğrudur. Deməli, doğru cavab oldu 2 və 5. 31-ə baxırıq indi. O mərkəzindən keçən ox ətrafında fırlanan diskin üzərində olan 1, 2 və 3 nöqtələrin eyni zamanda getdikləri yollar və təcillər arasındakı hansı münasibət doğrudur? Fikir versəz, artıq bu yenə mərkəzindən keçən ox ətrafında fırlanan diskdir. 1 nöqtəsinin radiusu R-dir. R1 bərabərdir R-dir. 2 nöqtəsinin radiusu 2R-dir. R2 bərabərdir 2R. 3 nöqtəsinin radiusu isə, baxın, 3R verilib. R3 də bərabərdir 3R. İndi məndən istəyir, baxın, variantlara baxsaq, L3-dən L1-i müqayisə etməyimi, L3-dən L2-ni, həmçində L2 ilə L1-i müqayisə etməyimi istəyir. Gəlin bir-bir baxaq. Bax, L3-dən L1-i müqayisə etməyəcəm. Əslində, niyə? Çünki fikir versəz variantlara bax, L3 bərabərdir 3L1, L3 bərabərdir 3L1. Hər ikisi də eynidir də, yəni bunu müqayisə etmək sizin imtahanda vaxtınızı alacaq. Sanki imtahandaymış kimi düşünün. Onda deməli, L3 ilə L1-i müqayisə etməyə ehtiyac yoxdur. Gəlin, L3 ilə L2-ni müqayisə edək. Aha, L3 bölək L2-ni tapmaq üçün mən artıq burada V-nin düsturunu bilirəm. V bərabərdir L bölək T-dir. Həmçinin V bərabərdir omega R-dir. Baxın, L bölək T-ni elə omega ilə bərabər götürərəm. Bax, burada. Fikir verin, indi mən dedim, burada omega sabitdir. Həmçinin deyir ki, eyni zamanda şərtə baxın. Zamanlar eynidirsə, onda L R ilə düz asıdır. Yəni, yazacağım ki, L3 bölək L2 bərabərdir R3 bölək R2-yə. R3-üm 3R-dir, R2-im də 2R-dir. Elə ixtisar getdi 3 bölək 2, 1,5. Buradan L3-ü tapsam olacaq 1,5 vuraq L2. Baxın, L3 bərabər 1,5, L2, 2-də doğru cavab verilib. 2 ilə 1 də müqayisə edə bilərsiniz. L2, 2, L1 alacaqsınız yenə də. Vaxt itkisi olmasın deyə imtahanda bunları müqayisə etməyə ehtiyac yoxdur. İndi gəlin təcillərə baxaq. Təcillər üçün də gəlin bir variantlara baxaq. Əgər variantlar verməsə, bəli, hər birində asılılıq verməlisiniz. Bu gördüyünüz kimi L-in R-dən asılılığını, düz asılılığını verməlisiniz. Aha, təcillərə baxaq. Təcillər fikir verin, A3 ilə A1-i müqayisə edib, A3 ilə A2-ni, yenə A2 ilə A1-i müqayisə edib. Gördüyünüz kimi A3 3 A1-ə bərabərdir. Deməli, A3 ilə A1-i müqayisə etməyə ehtiyac yoxdur variantlarda. Amma A3 və A2-ni müqayisə etməliyik. Bunun üçün də A bərabərdir, biz bilirik ki, omega kvadratı R-dir. Aha, buradan omegamız sabitdirsə A R ilə düz asılı olacaq. Onda A3 bölək A2 bərabərdir R3 bölək R2 yaza bilərik. R3-ümüz 3R-dir, R2-miz 2R-dir. R-lər ixtisar getdi 3 bölək 2, o da mənə verəcək 1,5. Buradan A2 tapanda olacaq 1,5 A2. Baxaq, hansında var? A3 bərabərdir 1,5 A2, 6-da var, 6 deməli doğrudur. 32-də indi yenə uyğunlaşdırma, uyğunluğu müəyyən edin deyir. R-A'mız verilib, fikir versəz R-dir, R-B'miz də verilib 2R-dir. Aha, indi məndən xətti sürəti, mərkəzə qaçma təcilini, fırlanma periodu müqayisə etməyimi istəyir. Fikir versəz, A nöqtəsinin olduğu çevrə ilə B nöqtəsinin olduğu çevrə qayışla əlaqələndirilib. Deməli, avtomatik onların sürətləri bərabərdir. A və B nöqtələrində xətti sürətimiz eynidir. 1-ə getdi A. Mərkəzə qaçma təcilini müqayisə etməyimi istəyir. A bərabərdir V kvadrat bölək R düsturundan istifadə edəcəm. V sabitdirsə A R ilə tərs asıdır. Onda A bölək AB bərabərdir RB bölək RA. RB'miz 2R'dir, RA'mız R'dir. R'lər ixtisar getdi, qaldı 2. Buradan gördüyümüz kimi A bərabər olur 2AB-yə. Yəni A nöqtəsində mənim təcilim B nöqtəsindən 2 dəfə böyükdür. Baxın, B variantı uyğunlaşır. İndi fırlanma perioduna baxmaq istəyirəm. Fırlanma perioduna baxmaq üçün də yenə V olan düstur verməliyəm. Çünki qayışlı ötürmədir. Biz də bilirik ki, V və böyük T olan düsturun V bərabərdir 2πr bölək böyük T'dir. Buradan T gördüyümüz kimi radiusla düz asıdır. Onda TA bölək TB bərabərdir RA bölək RB yazacağım. RA'm R'dir, RB'm isə 2R'dir. R'lər ixtisar getdi, qaldı 2-də 1. Gördüyünüz kimi aldıq ki, TA bölək TB bərabərdir 2-də 1-ə. Buradan TB'miz bərabər olur 2TA-ya. Artıq burada B nöqtəsində periodum A nöqtəsindən 2 dəfə böyükdür. Amma A nöqtəsinin periodu isə B nöqtəsinin periodundan 2 dəfə kiçikdir. Onda baxın C bəndi uyğun olur. 1-ə A, 2-yə B, 3-ə də C uyğunlaşdı. 33-cü suala baxırıq.
Yenə uyğunluğu müqayisə etməyimizi istəyir. A və B nöqtələrinin gördüyünüz kimi, hansı ki qarşıda ötürmə olduğundan xətti sürətləri bərabərdir. Onda 1-ə gedir A. 2-yə baxaq, fırlanma periodunu müqayisə etməyimi istəyir. Yenə V bərabərdir 2πr bölək T düsturundan istifadə edirəm. Burada period radiusla düz mütənasibdir. TA bölək TB bərabərdir RA bölək RB yazırıq. RA var R'dir, RB var 4R'dir. R'lər ixtisar getdi, qaldı 4də 1. Onda TA bölək TB'yi aldıq ki 4də 1. Buradan çarpaz vuranda TB bərabər olur 4 TA-ya. Fikir versəniz, deməli B nöqtəsindəki periodum A nöqtəsindən 4 dəfə böyükdür. Amma A nöqtəsində mənim periodum B nöqtəsindəki perioddan 4 dəfə kiçikdir. Baxaq, Y variantına fikir versəniz, A nöqtəsində B-dən 4 dəfə kiçikdir. Bu doğrudur. İndi tezlikləri müqayisə etməyimi istəyir. Mən burada artıq V-nin kiçik n ilə olan düsturunu verəcəm. V bərabərdir 2πr n düsturunu verirəm. V bərabərdir 2πr n. İndi burada fikir versəniz, mənim tezliyim radiusla tərs asıdır. Onda NA bölək NB bərabərdir yazacağım. RB bölək RA-ya. Yazaq indi. RB-miz 4R'dir. RA-mız R'dir. R'lər ixtisar getdi, qaldı 4. Buradan onda NA bərabər olur 4 vurulsun NB-yə. Deməli A nöqtəsində mənim tezliyim B nöqtəsindəki tezlikdən 4 dəfə böyük oldu. Baxın, D bəndi uyğundur. 1-ə A, 2-yə Y, 3-ə də D variantı uyğun olmuş oldu. Beləliklə, əziz abituriyentlər, sizlər üçün bu bölmənin 33 sualının tam izahını verdim. Ümid edirəm ki, sizlər üçün bu sualların izahları aydın oldu. Əgər ki, bu videodan yararlandınızsa da kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Digər bölmələrin də testlərin izahı gələcək. İzləmədə qalın, özünüzə yaxşı baxın, sağ olun.